Salam hörmətli tamaşaçılar. Komanda verilişinin növbəti buraxılış efirdədir. Bu həftə sizləri kəşfiyyatçılarımızın yanından salamlayırıq. Odur ki, diqqətli olun. Biz başladıq. Yüz ölər, min dirilərik savaşda. Fərq etməz döyüşdə ya da başda. Torpağından verilən bircə qarışda. Kabusuna çevrilərik, bunu bil. Harayıyla dizlərini əstirən, qoşun əskərin var qarşında. Nəyə ümid bəsləyirsən ey düşmən? Sonun çatıb, sən özün də bilirsən. Sən, ey ordumun mərd əskərləri, döyüş cəbhələrdə çəkilmə geri. Məğlubdur düşmənin, sınıbdır beli. İrəli, irəli, yalnız irəli. Kəşfiyatsız döyüşdə qələbə qazanmaq olmaz. İstər real döyüşlərdə, istərsə də təlimlərdə kəşfiyyat bölmələrimiz düşmənə nəyə qadir olduğunu çox gözəl izah edib. Beləliklə, komandonun efirində əməliyyat vaxtıdır.
yüz ölər, min dirilər savaşda. Fərq etməz döyüşdə ya da barışda, torpağımdan verməm bircə qarış da. Kabusuna çevrilərik bunu bil, harayıyla dizlərini əstirən qoşun qoşun əskərim var qarşında. Nəyə ümid bəsləyirsən ey düşmən, sonun çatıb sən özün də bilirsən. Əskiyə Saib Zaqtala rayonu. Buradan anama, atama, qardaşıma, yaxın dostlarıma, qohumlarıma salamlarımı çatdırıram. Kəşfiyyatçı olmağımla fəxr edirəm. Azərbaycan Respublikasına xidmət edirəm. Əskər Abdullayev, Cəlilabad rayonu. Buradan ailəmə, yaxınlarıma salamlarımı göndərirəm və fəxr edirəm ki, kəşfiyyat rayonunda xidmət edirəm. Kiçik Çavuş Qasımov, Şəmkir rayonu. Mən buradan ailəmə, qohumlarıma, məni tanıyan hər kəsə salamı çatdırıram. Mən kəşfiyyat yoldaşlarımdan qürur duyuram. Kəşfiyyatçı olduğum üçün fəxr edirəm. Azərbaycan Respublikasına xidmət edirəm. Buradan bütün Balakənlərə, ailəmə, sevdiklərimə, dostlarıma çoxlu salamlarımı göndərirəm. Burada olduğum üçün, kəşfiyyatda xidmət etdiyim üçün özümlə fəxr edirəm. Əskər Əhmədov, Qusar rayonu. Mən öz anama, atama salam göndərirəm, yaxınlarıma, dostlarıma hamısına. Kəşfiyyatçı olduğum üçün fəxr edirəm. Bir kəşfiyyatçı olduğum üçün, bu şərəfli peşənin şərəf formanın sahibi olduğum üçün fəxr edirəm. Buradan xalqımıza səslənərək onu bildirmək istəyirəm ki, xalqımız öz evlərində rahat yaşaya bilərlər ki, bugün Azərbaycanın günü-gündən güclənən və güclü bir ordusu vardır. Daha sonra şəhid ailələrinə, şəhid övladlarına, şəhidlərimizin valideynlərinə səslənərək onu bildirmək istəyirəm ki, onlar heç də ürəklərini sıxmasınlar. Güclü, rəşadətli Azərbaycan ordusu tezliklə o şəhidlərimizin qanını yerdə qoymayaraq, onların qisasını yağ düşməndən alacaqdır. Zaman-zaman xalqımıza doğru mənfur niyyətləri ilə Azərbaycan xalqına qarşı pis niyyətlə yönəlmiş düşmənlər onu bilsinlər ki, onlar Dağlıq Qarabağda, Azərbaycan torpaqlarında keçirdikləri o günləri heç də uzun sürməyəcəkdir. Azərbaycan ordusu tezlik Dağlıq Qarabağımızı və digər Azərbaycan torpaqlarını tezliklə azad edəcəkdir. Sən, ey ordumun mərd əskərləri, döyüş cəbhələrdə çəkilmə geri. Məğlubdur düşmənin, sınıbdır beli. İrəli, irəli, yalnız irəli. Bu dəfəki qəhrəmanımızı döyüş postlarından birində tanıyıb seçdik. Əskərimizi götürüb yola düşürük. Əziz izləyicilərimiz, gəlib çatmışıq əskərimizin yaşadığı ünvana. Gözəl şəhərlərimizdən biri olan Şirvan şəhərinə. Əskərimiz Qurbanov, necədir vəziyyət? Şey yaxşıdır. Qısan, Əlbəttə. gedir. Gedək.
Gözləyirdiniz ümumiyyətlə belə bir şey? Yox, gözləmirdim. Baxıram bu verilişə. Dünən də baxmışam. Çox gözəl. Bax, özünüz təqdim edərdiniz. Vüsalə Qurbanova. Əsgərimizin anasısınız. Bəli. Çox gözəl, çox gözəl. Biz də əsgərimizin xidmət elədiyi hər bir hissədə olmuşuq. Orada çəkilişlər aparmışıq, müxtəlif bölmələrdə. Nəhayətdə qərar gəldi ki, o post əsgəri gətirək də gələndə. Qurbanov da məhz ön xəttə xidmət edir, post əsgəridir. Nümunəvi xidmətinə görə, mən biləm bir dəfə olub məzuniyyətlər. Nümunəvi xidmətinə görə şəxsiyyət içərisində də, belə deyək, zabit gizli heyət içərisində də nümunəvi xidmətinə görə, rəğbət qazandığına görə ikinci dəfə biz də seçdik onu nümunəvi məzuniyyətinə gəlib. Necə bir hissdir ümumiyyətlə, gözlənilmədi bu. Gözəl. Orada baxıram elə qovuşdurursunuz analar, babalarla. Çox belə həyəcanlanıram, ağlayıram o vaxt. Maşallah olsun, sizə təbrik edirəm ki, həmişə gözünüz aydın olsun, həmişə belə bir xoş xəbərlər eşidəsiniz. Həm də təbrik edirəm ki, bax bir əsgər anası kimi mərd-mərdanə böyütmüsünüz övladınızı, boya başa çatdırmısınız, yola salmısınız xidmətə. Gedir kişi kimi xidmətini edir. Buradan ümumiyyətlə əsgər analarına sözünüz nədir? Bu həyəcanı yaşasınlar. Tək sevinəsiz həmişə. Tək siz evdə, əsgərimizin atası hardadır? Babası işdədir. Çağıra bilərik, gəlsin. Bunda necə əlaqə saxla, amma deməyin də xahiş edirəm. Elham. Evə gələ bilərsən, vacib lazımdır, tez gəl. Nə olub ki? Heç nə olmayıb, prosta tez gəl, yaxşı şeydir, pis deyil, tez gəl. Sürpriz var. Hə? Salam Məlikşim. Hoş geldiniz. Axşamınız xeyir. Hoş geldiniz. Zəhmət buyurarsınız. Gəlin, gəlin. Xoş gəldiniz. Salam aleyküm. Axşamınız xeyir. Bağışlayın, biraz həyəcanlandırdıq sizi. Həyəcanınız da yoxdur. Mən həmişə sizin verilişi izləmişəm. Sizlə Allah hamıya qismət eləsin. Evladım əskər olduğum üçün həmişə sizin verilişə baxıram. Orada əsasən o valideyn görüşünü izləmişəm həmişə. Özüm gözlərim də olub həmişə ki, arzulamışam ki, mənə də bu gün qismət olsun. Görürsünüz, siz də arzunuz yerinə. Allah hamımızı arzusuna çatdırsın, bütün balaları. Sağ-salamat gəlsinlər hamısı. Sağ olun. Biz gəldik elə gözlənilmədən, balaca da tezə durub yuxudan, gəldi, qarşıladı bizi, güllələdi bizi qəşəng. Hə, silahı zadı əlindədir, maşallah. Hə, xanımıza dedim ki, xəbər eləməyin. Yavaşca bir bəhanə ilə çağırın, gəlsin. Gələndə dedi ki, ola bilər rastlaşar, atam maşınında, elə aşağıda gizləndi. Çatdırdılar ki, ATV deyən kimi dedim, əvcə bu 100% budur. Yoxsa həyəcanlı. Biz sizin oğlunuzun xidmət elədiyi hər bir hissədə olmuşuq. Orada çəkilişlər aparmışıq Qurbanovun xidmət elədiyi yerlərdə. Ön xəttlərində hansı kartlarını çəkə bilmirəm, mövqelərdə olmuşuq. Orada da çəkilişlər aparmışıq. Nəhayətdə qərara gəldi ki, post əsgəri gətirək məzuniyyətə və Qurbanovun seçdiyi məzuniyyətə. Nümunəvi əsgərdir, öz xidmətində fərqlənən əsgərdir və s. Belə canfəşanlıqla gəldiniz. Mən gözləmirəm bir ata, çox nadir hallarda olur ki, bir ata belə reaksiya verir övladının gəlmə. Adətən analar, amma bu dəfə deyəcəm yerinizi dəyişmişsiniz. Ona görə mən istəyirəm hələ məzuniyyət vərəqəsində hər bir bileti də əsgərimizin atasına təqdim edirəm. Tamaşaçılarımız da görsün. Deməli, əsgərimizin məzuniyyət bileti əzizləyicilərimiz çox göstərilmə məxfi qaydalarına görə. Bu da sizindir. Əsgərimiz nümunəvi məzuniyyətə gəlib. Bilirsiniz ki, öz məzuniyyətindən olub bir dəfə. Fərqləndiyinə görə xidmətində, xüsusilə ön xəttə fərqləndiyinə görə zabit heyəti də, gizli heyəti, əskər heyəti də tam olaraq ətrafında hörmət qazanmış əsgərdir. Xidmətində fərqlənən nümunəvi əsgərdir. Biz də gətirdik, gəldik. Necə bir hissdir bu əsgər atası olmaq? Nə bilim, olmayanlara Allah qismət eləsin. Əskər atası olmaq indiki vaxtda həqiqətən də çox biraz həyəcanlıdır. Xüsusən də o keçən ki, bizim o qələbəmizdə deyək, aprel döyüşlərində orada mən olmuşdum, komandirlər də orada demişdi ki, döyüş vaxtında bundan eləmişdilər, demişdilər. Deyib ki, mən də gedirəm döyüşə verəmsin. Yəni, öyle cəsarətli oğuldu. Nə deyim? Mən gələcəkdə özünün də arzusu hərbiçi olmaqdır. Hərbi hissədə indi orada komandirlə də danışmışıq ki, gələcəyinə imkan olsa qalsın, orada xidmətini eləsin. Növbəti əsgərdə böyüyür, silahı da əlindədir. Çox sağ olun ki, bizə qapı açdınız üzümüzə, bizi qapı arxasında saxlamadınız. Biz də bacardığımız qədər çalışdıq ki, məxfi qalsın, sizi gözlənilməz bir anda, belə deyək, gözlənilməz bir anda sevindirə bilək. Məncə, öhdəsindən gələ bildik öz missiyamızın.
Təşəkkürümü bildirirəm sizə, minnətdaram. Sizi baş-başa buraxırıq öz övladınızla. Möhür vurdurmağı yaddan çıxartmırsam həmişəki kimi. Sağ-salamat inşallah xidmətin tam başa vurar, uğurla geri qayıdar öz ailəsinin yanına. Təbrik edirəm bir daha. Belə izləyicilərimiz, gəldik sonuncu missiyamızda yerinə yetiririk. Komandanın sonuncu missiyası burada bitir. Növbəti buraxılışlarımızı mütləq izləyin, çünki bir-birindən maraqlı buraxılışlarımız olacaq. Və sonda unutmayaq ki, vətən üçün ölmək yox, yaşamaq lazımdır. Salamat qalın.